Biz bu qərar qəbul olunmamışdan qabaq mən ümumiyyətcə həm şəxsimdə, həm ətrafımda ümumiyyətcə bu qohum evliliyinin tam əleyhinə olmuşuq. Həm tibbi nöqteyi nəzərindən, həm də ümumiyyətcə mentalitetimizdə də uyğun deyildi. Hansı ki, indi sözü qohum əqrəbədə bizimdə də var evlilər. Ancaq bunun həmişə əleyhinə olmuşuq. Vallahi deməzdim ki, tək bölgələrdə bu məsələ həmişə olub. Yəni bölgələrdə də olubdur. Ola bilsin hansısa bölgədə daha çox, hansısa bölgədə daha az və yaxud hansı rayonda biraz çox ya fərqli olsun. Ancaq ümumilikdə bu bizim cəmiyyətimizdə yəni həmişə olubdur bu hallar. Məncə mənasız olur elə ailə qohumluqsadır. Daha çox normal olduğu kimi bir-birinə tanış olmayanlar evlənməlidir ən başda. Bəli, tamamilə düzgündür və özümüz də görürük ki, bugün cəmiyyətdə xəstə uşaqların doğulması çoxalıb, həddindən artıq. Yəni müxtəlif xəstəliklər, bu da irsi xəstəliklərdir və bu da qohum evlilikləri ilə daha çox əlaqəlidir. Daha dolğun qərardır. Yəni bu çoxdan verilməli idi. Yenə də gec deyil də. Əslində çox yaxşıdır. Qohum evliliklərinin olması ilə dünyaya belə xəstə uşaqlar gəlir. Onları da böyütmək çətin olur. Ona görə də elə qohum evliliklərinin qarşısını alması əslində yaxşıdır. Yəni qohumlar həm də bir-biri ilə yəni bacı-qardaş kimi olmalıdır. Mən istəyərdim ki, dövlət elə şeylərə də daha ciddi yanaşsın, daha da qarışsın. Yəni bölgələrdə belə heç qoymasın da. Dövlət tez xəbər tutsun və belə şeylər baş verməsin. Yaxşı qərar verdilər. Çox olurdu fəsadları. Amma bölgələrimizdə də hələ davam edir. Orada davam edəcək, həyatı boyu eləyəcək oğlum. Bunu yadınızda saxlayın. Amma bir qərarda bir məsələdə var ki, belə deyək, məsəl üçün deyirlər qadağa qoydular ki, məsəl üçün belə deyək də bir dayı qızı məsəl üçün xalası ondan xoşu gəlir, sevir və ya da ondan qarşılıqlı sevgi münasibəti var, evlənmək istəyir, amma bu qadağa qoyur. Bu nə dərəcədə düzgündür? Dayı oğlu, bibi qızı, hə? Məsəl üçün, yəni dayı oğlu, bibi qızı və ata eyni olandı, əm qızı, əm oğlu çox qorxulur, ancaq belə yox. Qohum evliliyi əslində Azərbaycanda normal bir şeymiş kimi qəbul olunur. Lakin Avropada bu normal deyil. Yəni qeyri-qanunidir bilirəm, amma ki inanıram ki Azərbaycanın ucqar kəndlərində yenə normalmış kimi yəni davam edəcək o heç bölgələrimizdə evlənməkdə bu hadisə. Amma Bakı şəhərində inanmıram ki qeyri-qanuni nəsə etsinlər və yaxud da qohum evliliyi yenə də davam etsin, yox. Dövlət buna heç nə edə bilməz. Sadəcə normal düşüncəli və normal xalq olmalıyıq ki buna qarşı olaq. Yəni, məncə düzgün deyil.